Salamlar, hər biriniz xoş gördük əziz və hörmətli izləyicilər. Bu videomuzda 27 aprel tarixində, yəni 3-cü sondan 9-cu siniflərin buraxılış imtahanına düşəcək olan testlərin mövzu adlarını qeyd edəcəm. Bundan əvvəlki videolarımızda hər 3 zonaya hansı mövzulardan suallar düşəcək deyə mövzu adlarını qeyd etmişdim. Həmin videonun altına çoxlu sayda suallar yazırdınız ki, müəllim, bunlar axı əvvəlki illərdə keçirilən 9-cu sinif buraxılış imtahanlarıdır. Mövzular eyni mi qalacaq? Bütün o suallara cavab olarak ben qeydləmişdim ki, bu ildə abituriyent jurnalı eyni qalmaqdadır. Yəni mövzu adları eyni qalmaqda, sadəcə olaraq misal səviyyələr dəyişir. Həqiqətən də bu il 1-ci zona 13 aprel və 2-ci zona 20 aprel tarixlərində imtahanlar keçirildi. Hansı mövzular demişdimsə eyni mövzular qalmaqdadır. Sadəcə olaraq sonda bir neçə mövzu var ki, onlar düşməmişdi. Onlar artıq 27 aprel tarixində düşə bilər. Hal-hazırda 1-ci və 2-ci zonaya düşən mövzular eyni qaydada 3-cü zonaya da düşəcək və əlavə olunan mövzular var. Onların adlarını da qeyd edəcəm sonda. Birinci növbədə sürətli şəkildə istəyirəm ki, 1-ci zona 13 aprel tarixində hansı mövzulardan suallar düşmüşdür? Burada C variantından söhbət gedir. Birinci, yəni 57 nömrəli misalımız faiz, 58 hərəkət oxşarlıq və kuba aid bir hissə idi. 59 həndəsə əsas anlayışları, 60 nömrəli rasional kəsirlər, növbəti bir məchul tənliklər məsələlər, 62 tənliklər sistemi, funksiyalar, 64 natural ədədlər, natural ədədlərdən də əvəblara, əkəblara aid bir sualdır. Növbəti 65 tənasübdən düz və tərs mütənasibliyə aiddir, 66 ehtimal, 67 çevrə dairəyə aiddir, 68 dörd bucaqlar mövzusundan kvadrata aid bir misaldır. Daha sonra növbəti misal həqiqi ədədlərə aiddir, 70 nömrəli çox hədli və 71 nömrəli çoxluqlara aid bir misal növüdür. Bundan sonra gələnlər açıq suallardır, ətraflı yazılı tələb olunan suallar deyil hələlik. Açıq suallardan birincisi natural ədədlərə aiddir, ikincisi koordinat metoduna aiddir. Növbəti müxtəsər və düsturları 75 natural ədədləri yenə, 76 oxşarlıq fiqurların sahəsi, üçbucağın sahəsi, 77 isə kvadrat köklərə aiddir. Və son olaraq 4 misalımız qaldı, hansı ki ətraflı yazılı izah tələb olunan misallardır. Birincisi məsələ həllinə aiddir. Məsələ həlli dedikdə natural ədədlərin sonunda gələn bir məchulunun adi kəsilən və tənliklər sisteminin sonunda gələn məsələ tiplərinə aid misallardır. Növbəti 79 yenə də məsələ həllinə aiddir. Bir məchul tənliklərdə olan məsələ həllinə aiddir. 80 nömrəli düz bucaqlı 3 bucaq və 81 orada fiqurların sahəsində qeyd edə bilərik. Ümumi formada belə deyə bilərik ki, dairənin və 3 bucağın sahə düsturları tələb olunur. Həmin misalı həll etmək üçün çevrənin uzunluq düsturunu bilmək lazımdır. Bunlar 1-ci zona imtahana düşən mövzulardır. Hansı ki mən qeyd eləmişdim, 1-ci zona, 2-ci zona, 3-cü zona, hər 3 zona hansı mövzulardan sual düşəcək? Bir mövzu o yan bu yan yoxdur. Eyni mövzular qalmaqdadır. İndi isə 2-ci zonaya düşən imtahan testlərinin mövzu adlarını qeyd edirəm. Birinci, yəni 57 nömrəli misalımız həqiqi ədədlər, növbəti bir məchul tənliklər məsələlər, 59 kvadrat köklər, daha sonra müxtəsər və düsturlarına aid gözəl bir misallar var idi. Çox hədli, ehtimal nəzəriyyəsi, kub, bir məchulu məsələlərdə yenə də məsələ həllinə aid bir misaldır. Mən xüsusilə qeyd eləmişdim ki, məsələ həllərinə çox fikir verin. Çünki 9-cu sinifdə həqiqətən məsələlərə aid çoxlu sayda suallar düşür. Növbəti çox bucaqlılar, 4 bucaqlardan əvvəl gələn mövzudur. Burada deyilən ən çox suallardan biri daxili bucaqların cəm düsturu, bir təpədən çıxan diaqonalların sayı, ümumi diaqonalların sayı düsturlar. Orada təxminən 5 düsturumuz vardır və düzgün 6 bucaqlıdan da suallar düşə bilər. Diqqətli olun, bu mövzu düşür. Növbəti 66 natural ədədlər, daha sonra məsələ həlləri gəlir. Bir məchul tənliklərdə öyrənilən məsələ həllinə aiddir. Müxtəsər və düsturları, çevrənin tənliyi, çoxluqlar və dairəyə aid bir sualdır. Növbəti 72 nömrəli misalımız bərabərsizlik, 73 nömrəli misal məsələ həllinə aiddir, amma natural ədədlərdə öyrənilən məsələ həllidir. 74 nömrəli hərəkət oxşarlıq, 75 yenə üç bucaqlarda oxşarlığa aid bir misaldır. 76 məsələ həlli yenə də bir məchul tənliklərin sonunda gələn məsələ həllərinə aiddir. 77 tənliklər sistemi, burada 72-77 bunlar açıq tipli suallardır. Və növbəti 78, 79, 80, 81 ətraflı yazılı tələb olunan misallardır. Bunlar içərisində birincisi faizə aid bir misaldır. İkincisi düz tərs mütənasibliyə aid yenə də məsələ həllinə aid bir misaldır. Faiz də məsələ həllinə aid idi. 80 nömrəli həndəsə əsas anlayışları və 81 nömrəli fiqurların sahəsinə aiddir. Bu videonun aşağısında birinci link olaraq hər 3 zonaya hansı mövzulardan suallar düşəcək deyə əvvəl paylaşdığım video var. Onun linkini yerləşdirəcəm. Siz daxil olub orada izləsəniz görəcəksiniz ki, həqiqətən bu mövzulardır. Başqa mövzu yoxdur. Əlavə olaraq 3-cü zonaya nələr düşə bilər? Birinci qeyd olunur apara bilərsiniz ki, bu mövzulardan suallar düşə bilər. Və əlavə olaraq burada mən qeyd eləmişəm. Viet teoremi diskriminant, diqqətli olun, buna aid geniş formada bir misal düşə bilər.
Ədəd oxu. Ədəd oxu dedikdə, misal üçün bizə verilibdir 6,7-də 1. Hansı iki ədəd arasında yerləşir? Və yaxud da -6,7-də 1 ola bilər. Onda -6 və -7 arasında yerləşir. Əgər bu müsbət olsa, onda 6 və 7 arasında yerləşir deyə qeyd edə bilərsiniz. Buna aid bir suala düşür. Sonra 3,82 hansı iki ədəd arasında yerləşir deyə belə bir sual düşə bilər. Növbəti kater məsələsinə aiddir. Kater məsələsinə haqqında da çay axını, çay əksinə və s. suallar düşə bilər. Kuba ait hər iki zonaya sual düşmüştür. Amma paralelepipede ait sual düşməmişdir. Paralelepipeddən sual düşə bilər. Dört bucaqlardan hər ikisində kvadrat və düz bucaqlara ait suallar var idi. Amma paralelogram, romb, kvadrat, trapesiya yox idi. Onlar düşə bilər. Və əlbəttə ki, qeyd eləmişəm ki, yuxarıda qeyd olunan mövzulardan suallar düşəcək. Yəni, mövzu adları bunlardır. Sizlər hansı mövzularda çətinliyiniz varsa, o mövzulara çox fikir verin. Daha çox bu il hər iki zonaya natural ədədlərdən sual sayını çox eləmişdilər. Məsələ həlləri hər iki zonada çoxlu sayda idi. Çoxluqlardan birinci və ikinci zonda 11-ci siniflərə çoxluğun gücünə aid bir suallar verilirdi. Çətin səviyyəli misallar idi. Amma burada 9-cu sinifdə normal çoxluqlara aid bir suallar verilibdir. Mən bu hər iki zona imtahanına düşən testlərin həllərini digər videolarda paylaşmışam. Onların linklərini aşağıda yerləşdirəcəm. Daxil olub onları izləyə bilərsiniz. Sürətli şəkildə hər iki imtahan düşən testlərin həllərini göstərmişəm. Bundan əvvəlki videolarımızda isə 11-lərə düşən testlərin həllərini göstərmişəm. Vaxtınız varsa onları da mütləq şəkildə izləyin. Və son olaraq 27 aprel tarixində imtahanı olanlar, eyni zamanda 4 və 11 may tarixlərində imtahanı olanlar, hər biriniz diqqətli olun. Bu mövzulara aid olan testləri çox işləyin. Əlavə mövzulara ehtiyac yoxdur. Əsas olaraq bu mövzulardan suallar düşəcək. Və imtahan səviyyəsi birinci zonda da misal üçün natural ədədlərdə rahat misal düşdüysə, ikinciyə daha çətin düşdü, üçüncüyə daha da çətin düşə bilər, daha da rahat düşə bilər. Eyni formada ehtimaldan birinci zonaya rahat, ikinci zonada rahat, üçüncü zonaya çətin düşə bilər və ya tərsi də ola bilər. Ona görə də diqqətli olun. Mövzular eyni qalmaqdadır, sual çətinlik səviyyəsi dəyişməkdədir. Əlavə suallarınız yaranarsa mütləq şərhlərdə əlaqə nömrələrimizə bütün suallarınızı göndərə bilərsiniz. Mən də çalışacağım ki, sürətli şəkildə vaxtında bütün suallarınıza cavab verim. Beləliklə bu videonun da sonuna gəldik. Bizlərə dəstək olmaq üçün və əlbəttə ki, videolarımızdan anında xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərhlər yazmağı unutmayın. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.